Deməli, birinci sualda rəngli fiqurun sahəsini istəyir. Biz bəzən götürürdük, rəngli fiquru doğrayırdıq. Rahat formada baxmaq üçün hissələrə ayırırdıq. Burada baxıram ki, doğramaqdansa bütöv götürmək daha yaxşı olar. Bu rəngli fiquru tamamlayaram bütöv bir düzbucaqlı halında. Oldu 25-in 20-yə bir düzbucaqlı. Vuranda eləyir 500. Sonra götürürəm, bunun içəridəki ağ hissəni oradan çıxıram. Ağ hissəndə buranı 14 verib, buranı 12 verib. Ağ hissənin sahəsini tapıram. 14 vur 12, 168. Hə, bu 500-dən çıxıram 168-i. Eləyir 332. Çünki hissələrə bölməyə çalışsaydım bu bozur. Bölüb nəsə əmələ gətirə bilməyəcəkdim. Almayacaqdı. Ona görə bu formada daha rahat oldu. 2-də perimetr istəyir. Deyirəm ki, buradan bura 14-dürsə, bu, bu xətt, bu, bir də bu. 5 dənənin hamısını düzsəm, elə eyni boyda olur. Həmin o 5 dənə də elə 14-dür. Üstəgəl qoyuram ki, yəni onları hesabladım. Onlar da 14-dür. Bura 5-dirsə, qarşısı da 5-dir. Buradan bura 4-dürsə, qarşısı da 4-dür. Bura 4-dürsə, qarşısı da 4-dür. 14, 14, 28, 32, 36, 40, 44, 49, 54 C variantı. Hovuz veribdir. Hovuzun tərəflərini verməyib, amma həyətin tərəflərini verib. Bir də hovuzdan həyətin eninə doğru, uzunluğuna doğru, həyətin kənarlarına doğru olan məsafəni verir. Mən də deyirəm ki, buradan bura 14-dür də, burada yazıblar 14. Və görürəm ki, bura 4-dür, bura 1-dir. Elədi 5. Onda deyirəm, bu hovuza qaldı 9. Çünki 4-ü, 1-i, 5-i toplayanda 4-ü, 1-i, 9-u toplayanda 14 eləyir. Deməli, hovuzun uzunluğunu tapdım ki, 9-dur. Hovuz üçün tapdım ki, uzunluğu 9-dur. Qaldı bir dənə eni. Enini də tapsam, sahəsini taparam. Eyni şey eni üçün baxıram. Deyirəm ki, buradan aşağıya kimi 10-dur. Burada da həmin xətti burada da çəkə bilərəm. Yəni 10-dur. Deyir ki, buradan bura 2-dir. Buradan burada 2-dir. Elədi 4. Onda buradan bura olur 6. Deməli, hovuzun eni oldu 6. 9-un 6-ya vururam bir-birinə 54. Dördüncü sualda rəngli hissənin sahəsini soruşur. Bəzən elə olurdu ki, rənglini tapmaq çətin olurdu. Götürürdüm bütün bu xanaların ümumi sahəsini tapırdım. Oradan ağları tapırdım sonra. Ağları çıxırdım. Burada baxıram ki, ağlar elə özü də çətindir. Baxıram ki, ağların forması da biraz qəribədir. Ona görə rəngləri tapacağam. Rəngləri tapmaq üçün parçalayacağım onu 3 bucaqlara. Məsələn, bu 3 bucağın sahəsini tapmaq istəyirəm. Baxın, bunu belə düz bucağı kimi götürək. 4-ün 3-ə 1 düz bucaqlıdır. Eləyir 12. Bu 3 bucaq da onun yarısını tutur da. Deməli 6-dır. Deməli, həmin 3 bucağı tapdıq ki, 6-dır. Xəttlərini çəkək. Sonra baxın, məsələn, bu 3 bucağı tapmaq istəyirəm. Bütöv şəkildə 4 dənə xanadır. Bu xətt bunun yarıya bölüb də. Deməli, bu 3 bucağın sahəsi 2-dir. 3 bucağın öz düsturu da vardı. Burada 1-dir tərəf, burada tərəf 4-dür. 3 bucağın düsturu bu idi ki, daha doğrusu tərəf hündürlükdə 4-dür. 1 vurulsun 4 böl 2. S bərabər idi 3 bucaq üçün. 2-də 1, tərəf vurulsun hündürlük. Tərəfi hündürlüyə vurub 2-yə bölürdük. Yenə eyni cavabı verir. Yenə 2-ni verir onsuz. Deməli, həmin 3 bucağın sahəsi oldu 2. Bunun da sahəsi oldu 2. Buradakı 3 bucaq isə biraz balacadır. Baxın, bir dənə bu uzunluğu 3-dür, eni 1-dir. Düz bucağı kimi götürsək, sahəsi 3-dür. Yarıya bölürəmsə, qalır 1,5. Ondan bir dənə burada da var. Baxın, belə bir şey var. Düz bucaqlı. Sahəsi 3-dür. Yarıya bölürəmsə 1,5. Onda 1,5, 1,5 o da elədi 3. Deməli, 6, 2, 3. 6, 2, 3. 6 yazıram, 2 yazıram, 3 yazıram. Buna üstəgəl qoyaq, buna üstəgəl qoyaq. Fikir verirsə, burada bir dənə boş xana qaldı. Elə bunu da 1 kimi götürəcəm də. Çünki 3 bucaqları onu birləşdirə bilmədim. Sonra burada belə bir 3 bucaq qaldı. Burada baxın, belə 2-nin 2-yə bir dənə, bunu düz bucağı kimi götürsəm, 1 vurulsun 2. Burada A deyir. Elə A vurulsun 2A. Eləyir 2A kvadratı. 2A kvadratı yəni 2 deməkdir. Mən A-lardan istifadə eləmirəm. Yenə onsuz eyni şey gəlib çıxır. Sahə 2 eləyir. Bu 3 bucaq onu yarıya bölüb. Onda oldu 1. Bunun da sahəsi oldu 1. Bunu da tapdıq. Qaldı bir dənə ən axırıncı. Bunun sahəsi neçə olur? Bunun sahəsi neçə olur? Sonucunu da siz deyin də. Bunu deməli düz bucağı kimi götürə bilərəm, sonra yarıya bölə bilərəm. Ya da ki 3 bucaq kimi götürə bilərəm. Sonra da yarı böləcəm. Yarısı da 3.
Bu da eləyir 3. Bu şəkildə toplayıram. 6 üstəgəl 2, 8, üstəgəl 3, 11, 12, 13, 16. Perimetr 32 isə kvadratın, perimetr kvadrat üçün 4 dənə tərəfin cəmi idi. 32-ni bölürəm 4-ə, deyirəm ki, kvadratın tərəfi 8-dir. Kvadratın buradan bura 8 isə, deməli bu dairənin diametri də 8-dir. Dairənin sahəsini biz radiusla deyirdik ki, S dairə bərabərdir. Pi vurulsun radiusun kvadratı. Bizə indi diametr 8-dir. Onda radius olur 4. 4, 4, 4. Yəni 8 yox 4. Pi r kvadratı. Pi də deyir 3 götürün. 3 vurulsun 4-ün kvadratı. Yəni 16. Eləyir 48. Altıda fiqurun perimetrini soruşur. Baxıram ki, buradan buranı mənə 10 verib. Bunu mənə nəyə görə verir? Çünki əslində içərini mənə verməyinə ehtiyac yox idi də. Biz axı perimetr deyəndə kənarları hesablayırdıq. Tutaq ki, mənim buranı hesablamağa ya da buranı hesablamağa ehtiyacım yoxdur. Bunu ancaq kənarlarını toplamalıyam. Amma onu bizə ona görə verir ki, məsələn, bura 5-dirsə, mən buranın da 5 olduğunu bilirəm. Amma mən buranın uzunluğunu bilmirəm. Buranın uzunluğunu bilmirəm. Buranın uzunluğunu bilmirəm. O da götürür, onu cəm halda deyir ki, elə bu xətt aşağıya doğru 10-dur. 10-dursa, deməli elə bu, bir də bu. Elə üçü bir yerdə düzüləndə elə ondan eyni boyda olur. Deməli, onların üçü bir yerdə 10-dur. Onda burada ona paralel dayanıb da, burada 10-dur. 1, 2, 3. Bu üçü də 10-dur. 10, 10 oldu 20. Onları bildik. Yəni 5, 5-in qarşısında bir dənə də 5. 10. Burada da 5 var, qarşısında bir dənə də 5 var. 10. Buranı bilirik 11, qarşısı da 11 olacaq. 22. Bunları toplasaq 30, 40, bu da 22. Eləyir 62. 7-ci sualda baxın, bunu tapmaq asandır. Tərəfi 4-dür. Hündürlüyü də ki 1, 2, 3, 4. S bərabərdir. Tərəf vurulsun hündürlük bölünsün 2. Eləyir 8. Üçbucağın sahəsini tapdıq. Kvadratı tapmaq üçün nə edəcəm? Mənə kvadrat kimi bunu tapmaq çətin gəlir. Çünki tərəflərini bilmirəm. Götürürəm bunu üçbucaqlara ayırıram. Məsələn, deyirəm ki, bütöv bu şəkildə ayırdım. Deyirəm ki, bu 2-nin 2-yədir də kvadrat kimi. Sahəsi 4-dür. Onda üçbucağın sahəsi 2-dir. Baxıram ki, elə buradakı üçbucaqlar hamısı eyni boydadır. Bu 2-dirsə, elə bu da 2-dir. Bu da 2-dir, bu da 2-dir. Bunlar da eləyir 8. Toplayanda 16. 8-ə sahə soruşur. Burada tamamlayıb da işləyə bilərəm, parçalayıb da işləyə bilərəm. Tamamlayıram. 12-nin 15-ədir. 12-ni 15-ə vuranda neçə eləyir? 150, 180. Çıxacam ondan bu ağ hissəni. Ağ hissənin də tərəfi 7-nin 5-ədir. 35. 180-dən 35 çıxıram, eləyir 145. 9-cu sualda nə edəcəm? Üçbucağın sahəsini istəyir. Üçbucaqla bağlı heç nə yoxdur əlimdə. Üçbucağın heç bir tərəfini bilmirəm. Onda belə eləyə bilərəm. Düzbucağın sahəsini taparam. Sonra bu ağ üçbucaqları taparam. Ağ üçbucaqları tapmaq biraz daha rahat olacaq. Sonra da çıxıb rəngli üçbucağı saxlayacağam. Ağ üçbucaqları niyə tapa biləcəm? Çünki onun tərəflərini ən azından biləcəm. Deyir ki, AD və AB, E və F xəttləri, nöqtələri. Biri AB-nın orta nöqtəsidir, biri də ki, AD-nın orta nöqtəsidir. AB bərabərdir 2 dənə BC-yə. Yəni, buradan buranın 2 qatıdır. Və AB 12-dir. Uzunluğu 12-dirsə, eni nə qədər olur? Uzunluğu 12-dir. Eni oldu 6. Dedi ki, bu F onu yarıya bölmüşdür. Onda buradan bura 6-dır, buradan burada 6-dır. E də enin yarıya bölmüşdür. 3, 3. Gəlin, onda bir-bir bu üçbucaqları tapaq. Məsələn, deyirəm ki, bu üçbucağın sahəsi neçədir? 3-ün 6-yadır. Vururam bir-birinə, yarıya bölürəm. 3 vur 6, 18, bölürəm 2-yə 9. Sonra D-dan C-yə kimi məsafə neçədir? 12. Onda bu üçbucağın sahəsi neçə olur? Düzdür. 3 vur 12, 36, yarısı 18. Qaldı bir dənə o ən qıraqdakı ağ üçbucaq. Bunun sahəsini tapsam bitir. 6-nın 6-ya. 36 eləyir. O da 18. Bir dənə də ümumi düzbucağın sahəsini götürsək, 12-nin 6-ya. 72. 72-dən çıxacam. Bu tapdığım ağların sahələrin qalacaq rənglinin sahəsi.
72 çıx 9 çıx 18 çıx 18. Eləyir 72 çıx 45. O da bizə verir 27. Qaldı bir dənə son sual. Sahə soruşur. Hə, bu nisbətən asandır. Bir bərabər kvadratlardan ibarətdir. Sahəsi 96-dır. Burada 1, 2, 3, 4, 5, 6. 6 dənə kvadratın sahəsi 96-dırsa, bir dənə kvadratın sahəsini tapmaq üçün 96-nı bölürəm 6-ya. Deməli, kvadratlardan birinin sahəsi 16-dır. Sahə düsturu kvadratda a kvadratı idi. Deməli, kvadratın tərəfi neçə oldu? 4. Bizdən perimetr soruşur. Perimetr sadəcə kənarlar idi. Deməli, buradakı hamısı eyni kvadratdırsa, hamısı 4-dür. Kənar xəttləri sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. 14 dənə xətt var. Uzunluğu da 4-dür. 14 vur 4, 56 B variantı.